Salam, hamınızı xoş gördük. Bugün mətbəximdə krem hazırlayıram. Kəsmikli krem. Kəsmik bilirik ki, dietik bir qidadır və bu kremdə də yağdan istifadə olunmur. Bizə lazımdır kəsmik 300 qram, 3% yağlılığı olan kəsmik və bir də qatılaşdırılmış süd lazımdır. Təqribən 1 banka və yaxud 1 dolu stakan bizə qatılaşdırılmış süd lazımdır. Kəsmiyi çalırıq. Qatı xama halı alana kimi çalmaq lazımdır. Və 1 paket, yəni 5 qram vanil əlavə edirik. Və yavaş-yavaş qatılaşdırılmış süd əlavə edirik. Yarı-yarıya əlavə eləmək lazımdır. 10-15 dəqiqə çaldıqdan sonra artıq kremimiz hazırdır. Qatılığını sizə göstərmək istəyirəm. Qatı yağ xama kimi alınıb. 1 saat soyuducuda saxladıqdan sonra artıq istifadə edə bilərik. Bugünlük bu qədər. Videonu bəyəndinizsə like edin. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Kanalı izləməyi unutmayın. Sağ olun.